Aynen. Salam Nihat, necəsən? Yaxşı. Sağ ol, mən də yaxşıyam. Aha Nihat, deməli bu gün biz danışacağıq çarizmin neft siyasətindən. Elədir? Bəli. Aha. Öyrənmisən dərsi? Bəli. Yaxşı öyrənmisən yoxsa Orta. normal? Tamam, görək. İndi sual cavab eləyək, görək necə öyrənmisən. Deməli, deyirik ki, Azərbaycanda Çar Rusiyası ümumiyyətlə Şimali Azərbaycanı işğal etdikdən sonra digər sahələr kimi neft sənayesini də dövlət nəzarətinə keçirdi və neftli sahələr ayrı-ayrı şəxslərə iltizama verilməyə başladı. Yaxşı, belə bir sual versəm, dünyada ilk dəfə olaraq Azərbaycanda buruq üsulu ilə neft quyusu nə zaman qazıldı və harda? 19-cu əsrin 40-cı illərində Bibiheydə. 19-cu əsrin 40-cı illərində Bibiheyətdə, doğru. Yaxşı, bəs Nihat, Suraxandı neft ayırma zavodu neçənci ildə tikildi? 1859-cu il. Aha, 59-cu ildə kimlər tərəfindən? Rus kapitalistlər. Rus kapitalistləri tərəfindən inşa edilmişdi. Bəli. Daha sonra Bakıda Ağ neft zavodu nə zaman tikildi və kim tərəfindən? 1863-cü ildə Cavad Məlikov tərəfindən. Aha, 1863 Cavad Məlikov tərəfindən inşa edilmişdi Bakıda Ağ neft zavodu. Doğru. Balaxanı neft mədənlərində məcburi əmək ləğv edilmişdi. Nə zaman olmuşdu bu? 1864-cü ildə. 1864-cü ildə. Yaxşı Nihat, neft sənayesində iltizam sistemi nə zaman ləğv edildi? 1872-ci ildə. Ay sağ ol. Sonra 1800 da neft yataqlarında xəraca qoydular, pis adamlara satıldı. Ay sağ. Və deyirik ki, neftli torpaqlara sahib olan Azərbaycan sahibkarları da var idi bunlar arasında. Azərbaycan sahibkarlardan kimləri tanıyırsan? Azərbaycan sənayecilərindən. Hacı Tağıyev, Aha. Musa Nağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Murtuza Muxtarov, Şəmsi Əsədullayev. Şəmsi Asadullayev. Ay sağ ol. Bu kimi yerli kapitalistlərimiz var idi ki, neftli torpaqlara sahib olmuşdular. Amma deyə bilərik ki, ancaq onu deyə bilərik ki, neft sənayesinin inkişafında daha çox xarici kapitalın rolu böyük idi. Yəni Azərbaycan kapitalı da düzdür rol oynayırdı, amma o qədər də deyildi. Və Nihat deyirik ki, 70-ci illərin, 19-cu əsrin 70-ci illərinin sonlarından neft sənayesinə xaricdən kapital axını genişləndi. Başladı daha doğrusu. Və hansı ardıcıllıqla başlamışdı kapital axını? Əvvəlcə hansı şirkət olmuşdu, daha sonra hansı olmuşdu? İlk öncə 70-ci illərin sonu İsveçdə İsveçin Nobel qardaşlar şirkəti, daha sonra 80-ci illərdə Fransız kapitalı Rothschild, Ay sağ ol. daha sonra 90-cı illərdə də İngilis kapitalı nümayəndələri neft sənayesinin nüfuz artırdı. Ay sağ ol. Aha. Deməli 70-ci illərin sonlarından dedik ki, neft sənayesinə xaricdən kapital axını oldu. 70-ci illərdə İsveçin Nobel qardaşları, doğru